Salam əziz abituriyentlər. Bugün sizinlə birlikdə bildiyiniz kimi 9 mart tarixində DİM Dövlət İmtahan Mərkəzi buraxılış imtahanını keçirib və biz bir yerdə ingilis dili suallarının izahına baxırıq. Bir yerdə gəlin analiz eləyək. İstəyirəm ilk olaraq sizinlə qrammatika suallarına baxaq. Növbəti videolarda mətn və dinləmə suallarını analiz edərik. Deməli dostlar, imtahan belə baxanda əgər müəyyən qədər müəllimin verdiyi, tapşırdığı sözləri öyrənmisinizsə, əgər 10-11-ci sözləri öyrənmisinizsə, sinif sözlərindən söhbət gedir. O qədər də çətin deyil. Belə baxanda normal imtahan təşkil olunub. Sırf ingilis dilində deyirəm, bu biri fənləri deyə bilmərəm. Və deməli, gəlin başlayaq elə 7-ci sualdan vaxt itirmədən. Diqqətlə qulaq asın. Ümidvaram ki, bu video sizin üçün də həm də deməli faydalı olar. Kim ki 15 imtahan verəcək və yaxud da növbəti tarixlərdə imtahan verəcək, diqqətlə baxsın. Növbəti tarixlərdə də elə bu tipli suallar sizi gözləmiş, qarşılamış olacaq. Başlayaq 7-dən. Uşaqlar, 7-ci sual bilirsiniz ki, ənənəvi tapşırıqlardan biridir. Bizdən sadəcə diqqətli olun. Antonim, sinonim yazanda mən bilirəm söhbət nədən gedir. Elə deyil, əks mənalı söz. Sinonim yazanda bilirəm ki, yaxın mənalı sözlər. Amma bəzən antonim, sinonim yazmır. Baxın, və ya yaza bilər same. Same nə deməkdir? Eyni. Yəni sinonim mənasına gəlir və yaxud da opposite yaza bilər. Bax, belə bir şey. Opposite də uşaqlar yenə də əks məna düşür burada. Opposite deyəndə sən nə axtarmalısan? Antonim axtarıb tapmalısan. Gəlin sözlərə baxaq. Bilirəm ki, massive ilə large sinonimdir. İkisi də böyük, geniş deməkdir. A mənim üçün opposite ola bilməz. C-də uşaqlar ikisi də mülayim, yumşaq deməkdir. Bunlar da sinonimdilər. Y variantında strong, powerful, güclü deməkdir. Sinonimdilər. Və defensive, protective uşaqlar ikisi də müdafiə edici demək. Yəni ki, sinonimdir. Bunları çıxıram, qalır doğru cavabın B variantı. Previous əvvəlki deməkdir. Next növbəti, sonraki anlamında istifadə olunur. 8 uşaqlar əvəzilərlə bağlı test tapşırığıdır. Özdə diqqətli olsaq qayıdış əvəzilərdir, refleksiv pronounlar. Biz nə demişdik qayıdış əvəzi ilə bağlı? Mən mübtədaya baxıram. Qayıdış əvəzilərində əsas məqam mübtədaya baxmaqdır. Baxıram ki, mənim mübtədam təkdədir və qadın cinsindədir. Uşaqlar bilirsiniz də ingilis dilində cins anlayışı var. Kişi cinsi, qadın cinsi. Və onların hər birinin əvəziləri belə deyək də cins olaraq ayrı-ayrı ifadə olunur. Deməli, mübtədam təkdədir və qadın cinsindədir. İndi məsələ odur ki, uşaqlar, bilirsiniz ki, sonu sales olanları biz cəmlərlə veririk. Cəm mübtədalarla. B-ni, Y-ni atdım burada. Sonra, myself nəyə aid olur? Myself I ilə istifadə olunur. I, buna uyğun myself götürərdim. Məsələn, mən bunu özüm elədim, mən özüm elədim anlamında. Və bir də ki, qalıram artıq iki variant arasında, C ilə D arasında. Qız dediyimiz kimi qadın cinsinə mənsub olduğuna görə himself-ı götürə bilmirəm. Himself kişi cinsidir. Doğru cavabımız olur D variantı. 9 uşaqlar mürəkkəb tamamlıqdır. Feillərə baxan kimi tanımaq lazımdır. Diqqətli olun uşaqlar. Biz nə demişdik dərsdə? Let və make. İndi bunları keçmiş zamanda veriblər. Let, made yazıblar. Deməli, bunlardan sonra gələn feil sadə olmalıdır. Heç nəsiz. Nə yanında to olmaz, nə ing olmaz. Yadda saxlayıram, mürəkkəb tamamlıqda. Amma gəlib görürəm uşaqlar, burada mən feilin qabağında to görürəm. Bu nə deməkdir? Bu deməkdir ki, sən 2 ilə 3-ü götürə bilməzsən. Ona görə doğru cavabın qalır 1-4 expected and asked. D variantı. Baxaq 10-cu test tapşırığını uşaqlar. 10-cu test tapşırığı hamı üçün çətin olan article bölməsidir, amma testin özü çətin deyil. İndi diqqətli olun. Yəni bütün abituriyentlər burada biraz qorxurlar artikeldan. Sadəcə məsələ nədir uşaqlar? Biz dərslərdə nə deyirik? Biz deyirik ki, sifətin üstünlük dərəcəsində mən nə eləməliyəm? Z artikelini istifadə eləməliyəm. Bu mütləq şərtdir. Görürəm ki, burada bir üstünlük dərəcəsi var. Qudun elə bir qud belə deyək də qaydasızdır. Elə deyilmi uşaqlar? Qudu mən üstünlük dərəcəsində istifadə eləyəndə bu best formasında verilir. Və bunun da qabağına mən nə qoymalıyam? D artiklı. The best. Harda ikinci tərəfdə D yoxdur, çıxırsınız. B-ni çıxırsınız, A-nı çıxırsınız və D-ni çıxırsınız. Okey, qaldım 2 dənə variant arasında, lap gözəl. Baxıram birinci sözümə, foto. Uşaqlar, foto sözü sayılandır, elə deyil. Sayılan isim olduğuna görə və təkdə verildiyinə görə bunun qabağı boş qala bilməz. Bura mən mütləq ya article ya da one sözü mütləq qoymalıyam. Bax, yadınızda saxlayın. Əgər ki sizin bir isminiz
sayılırsa və cümlədə tək versiyada verilibsə, heç vaxt onun qabağında boşluq istifadə edə bilməzsiniz. Bir daha təkrarlayıram. İsmim sayılırsa və təkdədirsə, heç vaxt qarşısında boşluq istifadə edə bilmirəm. Ona görə Y-ni də atdım, boşluq var burada. Doğru cavabım qalır C variantı. Baxaq 11-ə uşaqlar. 11 bağlayıcılardır. Diqqətli olun. Bağlayıcılarda önəmli məsələ nədir? Bir, mənalarını bilmək. Bir də cümlənin biraz belə tərcüməsinə baxmaq. İndi mən sizə bir şey demək istəyirəm. Burada 2 dənə söz var. Harmful, bax mənim əsas açar sözlərim bu ikisidir. Bir də beneficial. Uşaqlar, harmful nə deməkdir? Ziyanlı, zərərli, elə deyil. Bəs beneficial nədir? Faydalı. İndi buradan nə məna çıxardıram? Baxıram ki, bu tərəf inkardır. İnkar. Mənə deyir harmful. Amma bu tərəf təsdiqdir. Diqqətli olun, təsdiqdir. Yəni ziyanlı, zərərli, bu biri tərəfdə isə deyirəm faydalı. Arada təzad olanda bir tərəf inkar, o bir tərəf təsdiq məna verəndə və yaxud da bir tərəf təsdiq, o bir tərəf inkar məna verəndə mən nədən istifadə edirdim? Batdan. Deməli, doğru cavabımız olur but. As-lə because uşaqlar zaten bir-birinin sinonimidir. As da çünki deməkdir, because da çünki deməkdir. Bu ikisini variantdan rahatlıqla çıxa bilərsiniz. So beləliklə mənasına gəlir. Bu tərcüməyə görə düz gəlmədi. How da necə deməkdir? Bu da tərcüməyə görə düz gəlməz. Ona görə doğru cavabımız olur C variantı. 12. 12-də uşaqlar cümlənin qurulmasını bizdən tələb eləyir. İndi gəlin bir yerdə baxaq. Deməli dostlar, burada mən sizə nə ipucu verə bilərəm? Burada görürəm for var və zaman müddəti var. 3-ə baxın, 20 minutes yazılıb, 20 dəqiqə. Bir də ümumiyyətlə cümləmizin zamanı bitmiş zamandadır. Siz də bilirsiniz ki, cümlə bitmiş zamanda olanda, bu cümlədə for varsa, zaman müddəti varsa, zaman müddəti nədən sonra gəlir? Fordan dərhal sonra. Yəni, birinci 5 olmalıdır, sonra 3. Bu kombinasiyanı axtarıram. 5-3. Görüm harda var. Baxın, A-da yoxdur. Görürsünüz, 5-dən sonra 6 gəlib. Y-də yoxdur. 5 axırda gəldi. B-də yoxdur. 5-dən sonra 4 gəlib. D-də də yoxdur. 5-dən sonra 2 gəlib. Qalır doğru cavabımız C variantı. Yəni demək istəyir ki, qızlar mətbəxdə belə deyək də 20 dəqiqədir ki, salat hazırlayırlar. Yəni 20 dəqiqə əvvəl başlayıblar, hələ də salat hazırlanmağa davam eləyirlər. Gedək 13-cü suala uşaqlar. 13-cü sualımız modallarla bağlıdır, amma yenə də burada görürsüz but var. Təzadlıq olmalıdır, elə deyil. Əgər əvvəl təsdiqdirsə, sonra inkar olmalıdır. Əvvəl inkarsa, sonra təsdiq olmalıdır. Bunu birbaşa inkarla da verə bilərəm. Don't, doesn't, didn't belə də qoyub düzəltmək olar. Bir də o dediyimiz bizim testimiz necə idi burada? İnkar sözlərlə də baxın, mənanı inkara çevirmək olar. Yəni fərqi yoxdur. Əsas odur ki, şərt ödənsin. Baxıram 13-ə. Aha. İndi məsələ nədir uşaqlar? Baxan kimi B-ni atdınız. Hər iki tərəf təsdiqli olmaz. Bu getdi öz işinə. Sonra biz nə demişdik? Biz nə danışmışdıq? Demişdik ki, modal feillərdə əsas məqam hansılarından sonra to gəlməz. Hansılardan sonra gəlmirdi? Can də gəlməz, may gətirməz, must gətirməz. Uşaqlar, should to gətirmir, bir də need. Bunlar modal feillər, özlərindən sonra to götürmür. Amma to götürənlər, baxın, ought yanında to'su olmalıdır. To be able yanında to'su olmalıdır. Have yanında mütləq to'su olmalıdır. İndi testimə qayıdıram. Baxın uşaqlar, D-də də problem nədir? Gəlin onda çıxaq, sonra digərlərinə baxaq. D-də də hər iki tərəf inkardadır. Olmaz axı. Biz dedik, batda vəziyyət necə idi? Batda bir tərəf təsdiq, o bir tərəf inkar. Və yaxud da bir tərəf inkar, o bir tərəf təsdiq. Yəni hər iki tərəf təsdiq, hər iki tərəf inkar qala bilməz. Gəlirəm A, S, Y. Əslində A, S, Y inkar təsdiq baxımından mənim qaydamı ödəyir. Amma problem nədir? A-da able-ın to'su yoxdur. C-də də able-ın to'su yoxdur. A-na S-ni atıram. Dəqiqləşdirmək üçün gəlirəm variant cümləmə də baxıram. Görüm to yazmayıblar. Birdən də speaking qabağında bura to yazsaydı, onda deyərdik ki, able-ın to'su yuxarıda var. Görürəm ki, hər iki tərəfdə də burada to yoxdur. Ona görə doğru cavabımız olur Y variantı.
Uşaqlar, gəldik 14-cü test tapşırığına. Bildiyimiz kimi definition testləridir. Baxaq. Birincisi, dostlar, başlayaq 3-dən. Deməli, 3-cü sözümüz bərabərdir nəyə? Change. Change nə deməkdir? Dəyişmək. Bu 10-cu siniflərin, bir də 11-ci siniflərin kitabında bu sözlər var. Ona görə deyirəm, imtahana hazırlaşan hər bir tələbə mütləq şəkildə 10 və 11-ci sinifin vocabulary'sini, yəni lüğətini gözəl formada əzbərləməlidir. Çünki kitabdan kənar sözlər düşmür, hamısı o kitabda olanlardır, məktəb sinif kitablarından söhbət gedir, amma yəni normal şəkildə öyrənmək lazımdır. İndi 3-ə baxıram uşaqlar, dəyişmək deyəndə nəyə götürə bilərəm? Burada hər halda believe götürə bilmərəm, believe inanmaqdır. Annoy ilə worry-də uşaqlar, annoy nə deməkdir? Sıxmaq, bezdirmək, narahat eləmək. Ən yaxşısı 3-ə məndə B qalır ki, make something different in some way. Nəyisə bir yolla, bir neçə yolla nə eləmək? Müxtəlif eləmək, yəni dəyişmək bir şeyi. 3-ə B-ni götürürəm və sağ olsunlar uşaqlar. Mən məsələn bilməyərəkdən 3-dən başladım burada, amma bir dənə diqqətlə baxsaz, A-dır, C-dir, Y-dir, heç birində B yazılmayıb 3-ə. Doğru cavab nə qalır? B variantı. Elə variant da B-dir, 3-ə də B-ni götürürük. 2-yə nəyə götürürəm? A-nı. Trust zaten inanmaqdır, believe-in sinonimidir. Birə də C-ni götürürəm. Bother uşaqlar sıxmaq, bezdirmək, narahat eləmək. Ona görə 1C, elə bother, annoy, worry sinonimdilər. Trust ilə believe-i də götürə bilərik. Trust başqa rely on da deyə bilərdik. Rely on nə deməkdir? Bel bağlamaq, güvənmək. Rely on. Keçək 15-ə. 15-də bizdən nə istəyir? Mürəkkəb isimləri. Uşaqlar, mürəkkəb isim deyirsə, mürəkkəb isim ən azı 2 dənə sözün birləşməsindən yarana bilər və yaxud da ayrı-ayrı da yazıla bilərlər. Bunlar fərqi yoxdur. Amma 2 dənə söz olsun burada, elə deyil. Məsələn, baxıram ki, uşaqlar, burada mən diqqətli olsam, ən azından darkness. Burada ness şəkilçidir. Bu düzəltmədə getdi. Agreement, ment şəkilçidir uşaqlar. C getdi. Brotherhood, hood burada bilirsiniz, lıqlik, luqlik şəkilçisidir. Bu da getdi. Information, burada da uşaqlar, şın şəkilçidir. A gedir. Doğru cavabımız qalır. Y variantı. Görürsünüz. Shoemaker, shoe və maker. 2 dənə söz mindset, mind və setdən. Snowdrop da 2 dənə sözdən əmələ gəlibdir. Doğru cavabımız olacaq Y variantı. 16. Uşaqlar, 16-da nəyə diqqət edirəm? Baxın, complete the sentence-də cümlə tamamlama. Dimin ikinci hissəsində bunu ayrı bir mövzu kimi veriblər. Complete the sentence. Biz dedik ki, uşaqlar, bu tipli testləri əgər şərtini mən belə görürəmsə, şərti belə görürəmsə və cümləni özləri suala çeviriblərsə, mən variantdan nələri çıxıram? Sualları çıxıram. Niyə görə? İngilis dilində qayda belədir ki, cümlə bir dəfə suala çevrilir. İkinci dəfə təkrar suala çevirməyə ehtiyac yoxdur. Zaten qaydanı əgər bilirəmsə, do-nu qabağa atmaqla mən bu cümləni nəyə çevirmişəm? Suala çevirmişəm. Elə deyil. Bir dəfə suala çevirdim, mənim üçün bəsdir bir dəfə çevirmək. İkinci dəfə, üçüncü dəfə sual olmaz. B-yə baxıram, bax, das keçib, hi-dən əvvələ, Y-də das keçib, hi-dən əvvələ. Deməli, bunlar nədirlər? Sual versiyalarıdır. Mən bunu götürə bilmərəm. Cümlə onsuz suala çevrilibdir. Sonra gəlirəm uşaqlar. D-yə baxıram və A-yə və C-yə. Məsələ nədir? Bir qaydanı da yadda saxlayın. Bu qeyd də mən sizin üçün yazmışdım. When, what time və how long ago. Üstəgəl bitmiş, indiki bitmiş zaman qətiyyən olmaz. Have-has üstəgəl V3, yəni indiki bitmiş zaman qətiyyən götürə bilməzsiniz. Gəlirəm bir dənə baxıram orada variantlara. Bax, görürsünüz, has done olmaz, has done olmaz. Zaten D suala çevrilib D-də səhvdir, həm də bitmiş olduğuna görə səhvdir. 2 qat səhvdir. Qalır doğru cavabımız A variantı. Gəldi 17-yə. 17-də bizdən nə istəyir? Interrogativ nə deməkdir? Sual cümlələrini, sual cümləsini, düzgün sual cümləsini istəyir. İndi uşaqlar, bilirsiniz ki, suala çevirmə prosesi necə gedir? Birinci köməkçi feil gəlməlidir cümlədə, sonra mübtəda gəlməlidir, sonra xəbər gəlməlidir. Mən bu quruluşa əməl eləməliyim. Köməkçi feil, mübtəda, xəbər.
Gəlirik 17-yə. Baxıram ki, uşaqlar 17-də mübtədam var, xəbərim var. Hanı mənim köməkçim? Özdə sign hansı zamandadır? İdi var. Köməkçi did olmalıdır da, elə deyil. Did you sign olardı. Elə B deyəsən düzdür. Baxın, did you sign köməkçi feil, mübtəda, xəbər. B-ni götürdüm. C-də problem nədir? Did-lə idi yanaşı ola bilməz. Yəni did yazdımsa idi mütləq düşməlidir. Bu da getdi, səhvdir. D ilə Y-də isə uşaqlar problem odur ki, biz necə dedik? Köməkçi feil, mübtəda, sonra xəbər. Yəni you girməli idi ortaya, sign o yanda qalmalıdır. Özdə id-də düşməli idi. Y-də də həmin qayda. Did gəlməli idi əvvələ, köməkçi feil, mübtəda və sign, əsas feil. Və id də burada düşməli idi. Mənim şərtimi ödəyən ən düzgün variant B-dir. Gəldik 18 uşaqlar. 18 sözünlərdir dostlar. İndi burada sözünlərdə bir sabit birləşmələri olur. Bir məqamı yadda saxlayın. Bir də sözünlərdə tərcümələr rol oynayır. Məsələn, böyük ehtimal burada deyir professor öz kolleqasına tələbələri haqqında danışır. Elə deyil, kolleqasına tələbələri haqqında. Haqqında burada bir dənə əbautdur. Ona görə D-ni götürərəm. Amma talk to, kiməsə danışmaq, kiməsə söhbət eləməyi mən talk to-la verirəm. Talk to burada about. Doğru cavabımız olur D. Gəldim 19-a. 19-da uşaqlar, məsələ nədir? 19 sifətdir və deməli burada dərəcələrinə baxıram. İndi uşaqlar, mən bilirəm ki, cümlədə dən gördümsə, sifətin hansı dərəcəsinə gedirəm? Müqayisə. Müqayisə dərəcəsini necə düzəldirik? Müqayisəni ya morla, çox hecalılarda. Tək hecalıları isə yer şəkilçisi ilə. Çox hecalıdırsa moru atıram sözün qabağına. Olur müqayisə. Tək hecalıdırsa sözün sonuna yer artırırıq. İndi mən dərsdə uşaqlar nə demişdim sizə? Yadda saxlayıram. Morla yer ikisi bir arada ola bilməz. Yəni bu more da müqayisə düzəldir, yer də müqayisə düzəldir. Niyə görə ikisini bir anda istifadə edeyim? Baxın, məsələn C-yə baxın uşaqlar. More, yer. Yəni ikisi bir arada olmaz. A-da wide, long. Bunlar ümumiyyətlə adi dərəcədədir. Heç bir şəkilçi buna qoşmayıb. Bu da getdi öz işinə. Sonra B-də baxın uşaqlar. More, yer. İkisi bir arada olmaz. D-də də yenə eyni məsələ. Yəni bir tərəf bəli müqayisədə verilib yerlə, amma ikinci tərəf adi dərəcədə qabdı, olmur. Ona görə doğru cavabımızı götürürəm Y variantını. Görürsünüz, ikisini də müqayisədə veriblər. Sonra keçək 20-yə. 20-də bizə deyir ki, hansı cümlə məhsula çevrilə bilməz? Uşaqlar, mən deyərdim ki, məhsulun ən rahat testlərindən biridir. Niyə görə? Bax, heç nə eləmirsən. Tərcümə də eləyə bilsən, lap əla. Yəni, çox sadə formada gələcək sizə. Əgər ki, can't be yazıbsa, yəni çevrilə bilmir deyirsə, onda cümlənin nəyi olmamalıdır tamamlığı? Biz belə deyirik, uşaqlar, məhsul növdə. Məhsul növün əsas qaydası nədir? Birincisi, cümlənin nəyi olmalıdır? Mütləq tamamlığı. Yəni, obyektdir. Əgər bir cümlənin tamamlığı yoxdursa, sən o cümləni necə məhsula çevirə bilərsən? Bax, məsələ budur. Çünki məhsul növdə, passive voice-da qoyulan ən birinci şərt o cümlədə tamamlığın olmasıdır. Çünki sən o tamamlığı götürüb cümlənin əvvəlinə gətirirsən, sənin yeni mübtədan olur. İkinci şərt isə məndə nə idi? İkinci şərt zamanlardır. Və bilirsiniz ki, hər zamanın nəyi var? Öz strukturu var. Amma burada artıq mən zamana filan baxmıram. Çünki uşaqlar məndən sadə şəkildə deyir ki, hansı cümlə məhsula çevrilməz? Mən beynimdə fikirləşirəm ki, tamamlığı olan çevrilə bilirdisə, tamamlığı olmayan çevrilməz. Baxırıq uşaqlar, indi diqqətli oluram. Baxın, 3-də müəllim, elə deyil, assess, xəbər, yəni ki, assess nə deyə bilərik? Deməli, əsəsə biz deyirik qiymətləndirmək, dəyərləndirmək, yoxlamaq xəbərimizdir. Nəyi yoxladı? Prezentasiyaları, yəni bu mənim tamamlığımdır. Deməli, 3-cü cümlə məhsula çevrilər. Məndən çevrilməyəni istəyir, 3-ü çıxdım. 4-ə baxıram, Sally gördü. Nəyi gördü? 2 dənə maral görüb uşaqlar. Bunun da tamamlığı var. Deməli, 4 də çevrilər. Bir də mən sizə bir söz deyim. Azərbaycan dilindən hər halda əksəriyyətiniz bilirsiniz də, blok fənlərinin daxil olduğuna görə. Azərbaycan dilində təsirli və təsirsiz feillər var. Bu ingilis dilində də var. Təsirli feillər uşaqlar biz nəyə deyirik öz dilimizdə? Nəyi sualına cavab versin. Siz əgər tərcümə eləyə bilsəz, bu feilə gəlin sual verin.
Feil əgər nəyi sualına cavab verirsə, %90 o cümlə mütləq məhsula çevrilir. %99 hətta. Nəyə görə 99 deyirəm? Bəzi feillər var ki, nəyə sualına cavab verir, məhsula çevirirəm. Ona görə, amma əksərən bir feil nəyi sualına cavab verirsə, yəni ümumiyyətlə feil nəyi sualına cavab verirsə, məndə deməli o cümlə mütləq nəyə çevrilir? Məhsula çevrilir. Məsələn, baxın, əsas qiymətləndirir. Nəyi? Görürsüz, tələb eləyir də nəyi qiymətləndirir? Şu tamamlıq olmalıdır. So, gördü, nəyi tələb eləyir də tamamlığı bu. Belə. Amma mən 1-2-ni götürəcəm təbii ki, çevrilə bilməyən kimi. Uşaqlar, bir də baxın, deyir Alice parka gedib. Went getməkdə, baxın, haraya? Görürsüz, bu təsirsizdir. Bunun ucu tamamlığı yoxdur. Parka. Bu ucu yer zərfidir məndə. Bu formada. 3-də də 2-də də yazır ki, bazar düzü Azərbaycanda ən hündür zirvədir. Bunda ümumiyyətlə tubili, yəni tubi olan cümlələr tamamlığı olmadığına görə məhsula çevrilməz. 1-2-ni doğru cavab kimi götürürəm. Gəldim 21-ə uşaqlar. Bizdən deyir düzgün zaman formasını seçin, götürün. İndi məsələ nədir? They will hurt you when you belə bir cümlə verib mənə. When bilirsiniz ki, bağlayıcıdır. Biz danışmışdıq uşaqlar. Bağlayıcı olanda bağlayıcıdan sonra gələn hissə, bura nə adlanır? Budaq cümlə. Bağlayıcıdan sonra gələn hissə budaqdır. Əvvəli baş. Baş cümlənin zamanı ilə budağın zamanı bir-birinə uyğunlaşmalıdır. Baş cümlənin zamanı ilə budağın zamanı bir-birinə uyğunlaşmalıdır. Will hansı zamandır? Will gələcək zamandır uşaqlar. Gələcək zaman keçmişlə uzlaşmaz, keçmişlə uzlaşmaz. Bunları atdınız. Bir də məsələ nədir? Budaqda, yəni bağlayıcıdan sonra will şəl olmaz, yəni gələcək zaman gəlmir və yaxud da hər iki tərəf gələcəkdə olmaz. Bu belə səhvdir. Bir də bayaq qeyd elədim uşaqlar, when-dən sonra indiki bitmiş zaman nə eləmirdi? Gəlmirdi. Qalır doğru cavabımız B variantı. Nəhayət, gəlin 22-yə baxaq. Uşaqlar, 22 qısa cavablardır. Short answers. So do I, neyzə do I testləridir. İndi mən baxıram burada. Deyir, Jane traveled a lot last year. Deyir, Jane keçən il çox səyahət elədi. İndi məsələ nədir, dostlar? Mən neyzə ilə cavab vermək üçün cümlənin əvvəli nədə olmalıydı? Cümlənin əvvəli inkar olmalıdır. Çünki neyzə inkara verilən cavab. Elə deyil. Bunu silirəm, gedir. Sonra, Batı bura yazsaydım əgər, Batın qaydası nə idi? Bura təsdiqdirsə, bura nə olmalıdır? İnkar. Did not yazardı ən azından. Bu bat da mənim qaydamı ödəmədi. Bunu da sildim, getdi buradan. Sonra uşaqlar, D-yə baxıram. Okey, and-i gəlib yazdım bura. And problem törətməz. Amma eyzəni cümlənin axırına yazanda biz eyzəni necə öyrənmişik? Biz öyrənmişik ki, eyzə inkara verilən cavabdır. Cümlənin axırına yazıramsa, neyzə kimi, yəni ki, eyzədə inkara verilən cavab hesab olunur. Ax, sənin bu cümlən inkar deyilsən, orada eyz istifadə eləyəsən. Və yaxud da uşaqlar, bundan əlavə də bir dənə də qayda deyim sizə. Əgər eyzə cümlənin sonunda gəlirsə, onun işləndiyi cümlə mütləq inkarda olmalıydı. Ən azından bura didn't olmalıydı ki, sən buna eyzə yazasan. Aydındır. Ona görə bunu da çıxıram buradan. Qaldım A-la B. Uşaqlar, B-də də baxın, so təsdiqat atıdır, neyzədə inkar. Bunlar bir-birinin ziddidir, yəni bir yerdə verə bilmərəm. Okey, cümlə təsdiqdir, so-la cavab verə bilərik burada. Bəs neyzənin burada nə işi var? Həm də ki, ümumiyyətlə uşaqlar, neyzə cümlənin sonunda da gəlməz. Belə bir qayda. Bunu da silirsiniz, qalır doğru cavabınız A variantı. To zaten təsdiqə verilə bilən, deməli, təsdiq ədatlarından biridir. Belə uşaqlar, ümidvaram ki, sizin üçün aydın oldu. Nəsə bir sualınız, sözünüz olsa yazarsınız mənə. Növbəti mərhələlərdə də imtahan verəcək tələbələrə, məzunlara uğurlar arzu edirəm.